oldu. Sarıcalılar, sizi təbrik edirik ürəkdən. Ağdamın Sarıcalı kəndinin növbəti köç başlayıb və Prezident İlham Əliyevin göstərişinə əsasən işğal olunmuş ərazilərə qayıdış proqramının tərkib hissəsi olaraq Ağdam rayonuna yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərinə əsasən yataqxana, sanatoriya, inzibati binada müvəqqəti məskunlaşan ailələrdir və bu mərhələdə kəndə 28 ailə, yəni ümumilikdə 110 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər ümumiyyətlə bu qayğıya görə, bütün bu diqqətlə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər və bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Və hazırda Qarabağda, Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışanlar da var. Həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.